videonu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam dəyərli izləyicilərimiz, xoş gördük hər birinizi, hər birinizin hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərimiz, bu günlərim 2 dənə ailəyə 120 manatlıq ərzaq almışıq. Allah pul göndərən qardaş və bacılarımızın canını sağ eləsin. Allah ruzilərin, bərəkətlərin bol eləsin. Və gözəl izləyicilərimiz, 100 manat pulum var idi. Dünənlərim çox sağ olsun, bir dəyərli xeyirxah qardaşımız 7600 rubl pul göndəribdi. Onun 5000 rublunu bildiyiniz kimi Ceyranboyda qazi üçün ev tikilir. Ora göndəribdi qazi Sadiq qardaşımıza və 1000 rublunu mənə yanacaq pulu göndəribdi. 1600 rublunda ev ehtiyacı olan insanlara yardım paylayırsan, qoyarsan, nəsə bir şey alıb verərsən. Çox sağ ol, gözəl qardaşımız. Allah qazancınıza bərəkət versin, Allah ruzinizi bol eləsin. Deməli, gözəl izləyicilərimiz 100 manatımızın üstünə qoyduq. 120 manatlıq ərzaq almışıq, gözəl izləyicilərimiz. Və bir Allah bəndəsi, hər kimdirsə bilmirəm, kapital kartımıza 50 manat pul göndəribdi. Allah cibinə bərəkət versin, Allah ruzisini bol eləsin. İndi isə gözəl izləyicilərimiz, hər birinizdən xahiş edirəm, kommentariyamızda öz fikrinizi bildirərsiniz və o pulu göndərən insana buradan təşəkkür edirəm və xahiş edirəm ki, bir dənə bir kəlmə yazarsan, əgər məsləhət olarsa sabahların bir ailəyə ərzaq verərik, məsləhətsə yazarıq elə qazi qardaşımızın evinin puluna. Evimizin üstünün materialını alaq başlayaq inşallah. Allahın izni ilə ayın 7-sindən başlayacağıq evimizə. Çünki sabahlarım Allah bütün ölənlərə rəhmət eləsin. Əmim oğlunun sabahlarım 40 mərasimidir. Oranı yola verəndən sonra inşallah Allahın izni ilə başlayırıq evin tikintisinə. Bir də çox izləyicilər var ki, İstər kommentariyada, istər belə fikirlərini bildirirdilər ki, Xəqani o evi yarımçıq qoydu, qaçdı. Yox, elə söhbət yoxdur. Sadəcə olaraq bir balaca işlərimizlə əlaqəli, özünüz də görürdünüz, hər gün 8 dənə, 10 dənə, 5 dənə ailəyə ərzaq paylayırdıq. Allah oruç tutanların orucunu qəbul eləsin. Allah kim niyyətlə yardım eləyirsə, gözə görünməz Allah Taala onun ruzisin, bərəkətin bol eləsin. İnşallah Allahın izni ilə çəkilişlərimizə baxan hər bir kəsdən xahiş edirəm. Kimin gücü nəyə çatırırsa köməklik eləsin. İnşallah Ceyranboydakı evi də tikək başa çatdıraq, o qazini yığaq o evə. Onun da 2 dənə körpə balası var. İndi isə gözəl izləyicilərimiz, videomuz davam eləyir. Xahiş edirəm videomuzu sona qədər izləyin və bəyənin. Xahiş edirəm videolarımızı bəyənin, paylaşın WhatsApp-ınızda. Gözəl izləyicilərimiz, Allah hər birinizdən razı olsun və Bakı şəhərindən mənim gözəl xeyriyyətçi bacım. Təşəkkür edirəm. Dünən 10 manat İlkin Balıya pul göndərmişdi. Allah 1000 əvəzini versin. Allah cibinizi dolu eləsin. Allah xətadan, baladan hər birinizi uzaq eləsin. İndi isə gözəl izləyicilərimiz, bax getdiyimiz bu ərzaqın bir payını bizlərdən ötəri, xalqından ötəri Qarabağda can qoyan qardaşımız Qazi Elməddin qardaşımıza gətirmişik. Allah ruzi bərəkətinizi bol eləsin və bizim bax bu bayrağımızı yüksəklərdə dalğalandıran oğullarımız var. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də Allah şəfa versin. Salam Arzu bacı, nətərsən? Qaqa, nətərsiniz? Yaxşı. Like vermisiniz? Nətər? Ay maşallah, ay maşallah. Sağ olun evler baba, ellerinizden öpürüm. Sağ ol ay qaqa. Like veribdi. Yatdan çıxartmırsın. Arzu bacı, bu günlərim xeyirxah qardaşlarımız, bacılarımız pul göndərib. Sizə ərzaq gətirdik. Xoş gəlmisiniz Xəqani xanım. Çox Sağ ol. Siz bizi heç vaxt yadınızdan çıxartmırsınız. Allah sizləri həmişə var eləsin. Sağ ol bacı. Bizlərə kim dəstək durur, mani, mədəbi dəyədi. Allah onları başlarını həmişə töysün. Sağ olun, qurban olaram sizlərə. Heç vaxt mənim bu iki körpəmi yadınızdan çıxartmırsınız. Sağ ol bacı, sağ ol. Allah xalqımızı var eləsin. Allah birliyimizi əlimizdən almasın. Güc birlikdədir. Buyur bacım, bunu ötü.
Bir de bir diye ha bunun birini götür. Ay sağ ol. Şirin ağızdan yiyin. Elməddin qardaşımız, gözəl izləyicilərimiz fəhləliyə gedibdi. Ona görə evdə yoxdur. Bax balaları burdadır. Maaşı alırdı Həqanəm. Andolsun Allah yəni dəyə bilmirəm. Siz bizə çox hörmət elərsiniz dəyənə, çox dəstək durmusunuz. Utanıram Allah andolsun demək. Çünki neçə gündə imkanımız yox idi bizim evdə. Heç nəyimiz yox idi. Ona görə büyünlərim çıxdı getdi işə. Allah haqqı yoxumuz idi bir manatımızda. Allah öz kömək olsun. Ona görə bu günlərim çıxdı getdi işə ki, gətirə balalarını dolandıram. Allah gözəl qardaşlarımızı var eləsin. Görürsən Allah böyükdür. Allah həmişə bir qapı açır kasıbına. Başınızdan döysün. Sağ ol Qurban bacı. olaram sizlərə. Kanalın Elə demə. adamlarının hamısının əllərinizdən öpürəm. Qarşınızda baş əyərəm. Elə demə bacı, Sizlər elə demə. olmasaz biz yaşaya bilmərik. Sizin hesabınızda mən bu şəraitdə yaşayıram. Bu evdə oturmuşam. And olsun Allah. Yoxsa mənim gücüm çatmaz ki, nəsə bir şey eləyər. Halal xoşunuz olsun bacı. Qoqo, nə tərdir vəziyyət? Bax, Quran and olsun. Biz onu ailədə bilmirdik. İşə ki, skor gəldi üstünə. Allah kömək olsun. Bilirəm bacı, hamısından xəbərim var. Hamısından xəbərim var. Bax bu körpələri ki sevindirirsiniz. Bu iki uşaqlar sizin gəlməyinizi gözləyir ki, əmim bizə nəsə gətirəcək. Bax, Quran adı, sağ ol əmin. Allah bax bu yardımı göndərənlərin canını sağ eləsin. Hələ getsən o maşında üstündə Allah köməyinizdə olsun ki, siz heç vaxt bizi yaddan çıxartmıyorsunuz. Sağ ol bacı. Ayaqlarınızın Halal, altında. elə demə bacı, əstağfurullah. Yox, əstağfurullah. Elə söz demə, xahiş edirəm. Halal xoşunuz olsun. Allah göndərən qardaş bacılarımızın ömrünə bərəkət versin, malına, mülkünə bərəkət versin, canın sağ eləsin, ruzilərin bol eləsin. Yoxsa Allah ona həkim demişik Həqanəm. Başının müalicəsini götürəndə heç ara get. Ona görə get. Halal xoşunuz olsun. Sağ ol. Nətərsən qadanam? Vəziyyətsə. Yaxşıdır. Əmilər, dayılar pul göndəribdi. Ərzaq paylayırıq. Ondan bir pay da sizə gətirdim qadanam. Sağ ol, Allah göndərən can sağ olsun. Allah başlarına otursun. Amin qadanam, amin. Sağ ol. Allah köməyin olsun. Götürə bilərsən. Onu götür. Ala. Ölçəm tuta, ağırdır. Sağ ol, Allah sağ ol. Sağ ol qadanam. Şirin ağızla yiyin. Hə, gözəl izləyicilərimiz, bugün olan çəkilişimiz yekunlaşdı. İnşallah Allahın izni ilə çəkilişlərimiz davamlı olacaqdır. Kanalımıza abunə olun ki, bütün çəkilişlərimizdən xəbəriniz olsun. Allah yardım göndərən bacı və qardaşlarımızın qazancına bərəkət versin.